O kəlmə ərəbcədir. Mən deyirəm ki, bu Ekran söz verin qardaş. hansı dildə idi? Deyəsən ərəb dilində. Yəni ondan əvvəl ərəblər belə bir söz bilmirdilər. Bu söz ilk dəfə olaraq Quran-ı Kərimdə zikr edildi. Yəni məsələn dediyin kəlama görə bir sualım var. Əgər bu kəlmə ərəb dilində deyilsə, hansı dildə? O kəlmə ərəbcədir. O kəlmə ərəbcədir. Mən deyirəm ki, bu Ekran söz verin qardaş. hansı dildə idi? Deyəsən ərəb dilində. Yəni ondan əvvəl ərəblər belə bir söz bilmirdilər. Bu söz ilk dəfə olaraq Quran-ı Kərimdə zikr olundu. Bundan Bəli. İndi yaxşı, o sözünə mən səndən dəlil istəyirəm. Dəlil də O sözün dəlilini deyirəm də, o sözün dəlilini ondan deyirəm ki, o söz bəlli bir söz olsaydı insanlar gəlib onun mənasını sahabelərdən soruşmazdı. Mən də sənə bir örnək verirəm. Deyirəm ki, ahəngruba nə deməkdir? Mənə deyə bilərsən. Bilmirəm mən onu. Sən Azərbaycan türkü deyilsən qardaş. Sən millətin nədir? Qardaş, deyirəm ki, bilmirəm də, yəni ehtiyac yoxdur başqa bir mövzuya. Siz özünüz, bax, yenə deyirəm, siz özünüz də ərəb dilində bu kəlmə olmadığı üçün, ərəb dilindən sən bilirsən ki, lüğət kitabları sonradan yazılmış bir şeydir. Və lüğət kitabları Quranın əsasında Qurana uyğunlaşdırılıb yazılıb bir çox bəzi məsələlərdə. Hər məsələdə yox təbii ki, bəzi məsələlərdə. Amma bizim əlimizdə olan rəvayətlər onu göstərir ki, nəqillər onu göstərir ki, cibt kəlməsi insanlara, ərəblərə qaranlıq qalıb və bunu gəlib sahabelərdən soruşdular ki, bunun mənası nədir? Qardaşım, sən mənə imkan vermirsən, sözümü kəsirsən uzun Heç nə kəsmirəm, mən gözəl insan, mən heç nə kəsmədim. Sadəcə bir dəfə təkrar edirəm eyni şeyi. Bu yenə kəsim sözümü, bu da iki. Mən sənə o sualı verməyimin səbəbi var ki, sən özün millətini soruşuram, burada nə var ki, biz Azərbaycanlıyıq da, mən bunu deməkdən nə problem var ki, ona görə soruşuram da qardaşlar, sən indi danışdığın ki, Azərbaycan dilidir, Azərbaycan dilində var olan bir kəlmədir ahəngruba, bunun kimi yüzlərlə sənə söz deyə bilərəm ki, sən bunun mənasını bilmirsən. Gedib bunu din əhli olan birindən soruşsan, sana bunu izah edəcək. Bu da düzgün iraq deyil. Bu düzgün iraq deyil. İmkan ver sözümü tamamlayayım, sonra iradını bildirərsən. Mən sən sözü kəsmirəm. Necə ki, sən bunu bilmirsən, gedib soruşursan, mən bunu bilmirəm, gedib soruşuram, dilimizdə var olan bir kəlmədir. Eləcə də onlar soruşurlar, bu məsələnin birinci tərəfi. İkinci bir tərəfi isə, onlar kəlmənin mənasını bildiyi halda, hansı ərəb bilmirdi kafir nə deməkdir? Hamısı bunu bilirlər. Şəriət bəzi sözlərə istilahi məna yüklədiyi üçün, salət kəlməsi kimi, zəkat kəlməsi kimi, cihad kəlməsi kimi, onun da başqa bir mənası olduğunu düşündüyündən dolayı soruşurdular. Bu soruşulmağa deməkdir ki, bu kəlam yəni yox idi və s. Bu ikinci tərəf. Sonra. Səbirli olmaqda fayda var. Üçüncü bir tərəfi. Sənin iddia etdiyin şey ki var, yəni ki, alimlərin sözü hüccətdir və sahabənin sözü hüccətdir, bu sözü bu şeylə dəlilləndirmək. Mən elə bir iddia etməmişəm. Bir dəqiqə səbir var. İddia etməmişəm. Mən nə deyirəmsə, istən yadında saxla, istən qeyd edə, qardaş, mən tamamlamıram, bax, sözümü hasalanır. Səbirli ol. Belə bir iddia yoxdur, laf yaxşı. Nə iddian varsa onu deyərsən. Yazılarından gördüyümüz iddia budur. Yazılarından gördüyümüz iddia budur. Özün orada yazmışsan ki, və deyirsən, sahabənin sözü bəzən hüccət olur. Mən sənin yazdığını oxumuşam. Başqası yazır, başqası yazır.